Ben Şəfiyev Ceyhun, Sumqayıt şəhər sakiniyəm. Sumqayıtda 22 saylı orta məktəbdə gözətçi işləyirdim. Oradakı vəziyyəti bir haqsızdır. Oranın direktoru Səfərova Tahirə Aslan qızı, Sumqayıt şəhər 22 saylı orta məktəbin direktoru bizə bir haqsızlıq elədi. Biz də onu şikayət elədik. O da bizdən intiqam almaq üçün məni şərlətdi. Mən də dövlətimə onun əməllərini müraciət etdim. Dövlətimə müraciət etdim, amma bugünkü gün Səfərova Tahirə Aslan qızı, rüşvətxor, cani, cinayətkar Səfərova Tahirə Aslan qızı işinin başında qaldı. Onu idarə edənlərin hesabına, amma mən işimdən oldum. Bu nə dərəcədə haqq ədalət idi, mən başa düşə bilmədim. Çünki birincisi ayıb olsun oradakı valideynlərə. Çünki onlara qoyulan hörməti də, onların balalarına qoyulan hörməti də mən işıqlandırdım. Ki, sizin uşaqlarınız hansı şərtlərdə, hansı vəziyyətdə təhsil alırlar. Oranın bilurəsi, fərqanəsi, mətanəti, onların nə savadı var, nə bir şeyi var. Necəsə, nə cürsə müəllim adı ilə gəlib oturublar orada. Orada o yaltaq malik var ki, o vaxtda Qıvam müəllimin vaxtında idman müəllimi idi. Səfərova Tahirənin hesabına zabıt gəldi və sonra Səfərova Tahirə onu həmkarlara sədr elədi ki, Səfərovanın cibini doldursun. Malik də nəinki Səfərovanın cibini, öz cibini də yaxşı doldurmağa başladı. Orada nə bilim bu Rauf var, Rauf. Yəni orada onun qardaşı qızı Fəxriyə də Fəhli adı ilə işləyir. Tahirə necəsə onu götürüb, onun da yerinə orada Cantik var, coğrafiya müəllimi, onu işlədirlər. O Cantikin də arvadı orada oturub havayı vəsilə maaş alır. Onun da yerinə o yetim yüsür xadimələri basıb işlədirlər. Orada bir elçin var, 3 metrə boyu var, utanmır. Boyundan, buxunundan utanmır, mərdimazarçılıqla məşğuldur. Ay cəmaat, ay 9 əhli, ay 42, ay 11, ay 10-cu mikron. O elçini hamınız tanıyırsınız, onun boyu nə boydadır, qolu budağı nə boydadır. Mən onu təzyiq altında saxlaya bilərəm, gedib izahat verib ki, gör mən onu